iComp'dan herkese salamlar. Bugünkü videomuzda sizə biznes kateqoriyasına aid olan HP MV17 modelini təqdim edəcəyik. Bəri başdan deyim ki, bu model ağır qrafik dizayn işləri və yaxud da ki, ağır oyunlar üçün nəzərdə tutulmayıb. Amma buna baxmayaraq proqramlaşdırma, kodlaşdırma üçün əlverişli bir seçimdir. Bu da nəyin sayəsində baş verir? Çünki burada yeni nəsil Intel Core Ultra 5 14 nüvəli prosesor 4,5 GHz tezliyi ilə və eyni vaxtda operativ yaddaşdakı 32 GB-dır. Ekran burada 17.3 düym IPS keyfiyyətli matrisa və 300 nits parlaqlığı var. Eyni zamanda bu ekran toxunuşludur. Yəni siz işinizdən asılı olaraq və yaxud da ki, ətrafınızdakılar özünüzü göstərmək üçün bu funksiyadan da istifadə edə bilərsiniz. HP MV17. Bu modeldə yeni nəsil Intel Arc Graphics video kartası var. Bu da deməkdir ki, model yüngül dizayn və video işləri üçün də yararlıdır. Notebookun yaddaşını demək, yaddan çıxıb 1 TB M2 sürətli SSD var. Sonda sizin fikirləriniz mənə maraqlıdır ki, belə bir modelə 1799 manat verməyə dəyərmi? Zəhmət olmasa fikirlərinizi şərh bölməsinə yazın və kanalımız sizin üçün maraqlıdırsa, mümkünsə abunə olun və like düyməsinə də barmağınızı vurun.